Deyir, gəlir xanım Zəhranı dəfn etməyə, dəfn edəndə o torpağı ki, xanım Zəhranın qəbrinin üzərinə tökürdü, torpağı töküb qurtardıqdan sonra nəql edirlər ki, ləmma nəfədə yədəhu min turabilə qabir, deyir, əli ki, o torpağı əlində götürürdü, tökürdü yerə, deyir, bir dəfə də götürdü, tökdü yerə, torpağı yerə tökəndə həcəmə bihil xuzun. Deyir, dünyanın bütün qəm qüssəsi əlinin çiyninə oturdu. Hücum etdi dünyanın bütün qəm qüssəsi. Deyir, ərsələ dumu'ahu alə xəddeyh. Deyir ki, gözündən yaş elə ağlamağa başladı ki, gözündəki yaş yanaqlarına töküldü. Töküldü yanaqlarına. Havvalə vəchəhu ilə qəbri Rasulullah. Birdən söndü Peyğəmbərin qəbrinə. Dedi, ya Rasulallah, salam verdi Peyğəmbərə. Esselamu aleyke ya Rasulallah. Salam olsun sənə, ey Allahın Rəsuluna, ey Allahın elçisinə. Sənin əmanətini sahib çıxa bilmədim. Ya Rasulallah, qızından soruş gör, səndən sonra əhl-i beytə, sənin ailəvə, qızva, sənin təyin etdiyin imamva neynədilər? Hansı işi başlarına gətirdilər? Onlar da necə rəftar etdilər? Bunu Həzrət Əli deyir, ağlayır. Deyir, Həzrət Əli uşaqlar yanındadır deyə, uşaqların yanında ağlamaq istəmir. Bu körpələr balacadır, İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb. Deyir, aparır onları yatızdırmağa, yatızdırır. Özü çıxır çölə, sakit ağlayır. Salman deyir ki, mən istədim ki, keçin bir güşəyə sakit ağlayım, heç kim xəbəri olmasın. Əli də evdə öz övladlarını yatızdırırdı. Deyir ki, çıxdım çölə, sakitcə bir yerdə ağlayım, göz yaşı töküm Zəhraya. Deyir, ağlamaq istəyəndə gördüm ki, məndən qabaq kimsə ağlayır. Məndən qabaq kimsə ağlayır. Yaxınlaşdım, gördüm ki, Əlidir, dizin qucaqlayıb, ya Zəhra deyib ağlayır. Göz yaşı tökür. Həzrət Əli üçün çox çətin idi xanım Zəhra. Ondan ayrılmaq çox çətin idi.